Həzrət İmam Cəfər Sadiq əleyhissalatu vesselam buyurur ki, öz nəfsinizlə elə mübarizə aparın. Bunun üçün birinci yol nəfslə mübarizə aparmaqdır. Yəni mütləq şəkildə nəfsi ağla tabi etməkdir. Nəfs ağla tabi olsa, onunla mübarizə apara bilsən, yəni o günahı etməyə bilərsən. Yox, nəfsi ağla qul edə bilməsən, yəni ağlı nəfsi hakim edə bilməsən, mümkünsüzdür. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, deyir, nəfsizlə elə mübarizə aparın, xoşbəxtlik istəyirsiniz ey möminlər. Nəfsizlə elə mübarizə aparın ki, sanki düşməninizlə vuruşursunuz. Özü də hələ bununla kifayətlənmir. Deyir, sanki düşməniniz sizdən bir şeyi qəsb edir, alıb, onu geri almaq kimi, necə düşmənlə Allah şəhidlərimizi rəhmət eləsin, görürsünüz, var gücü ilə, qanı, canı bahasına vuruşdular, düşməndən o haqqımızı geri aldılar. Ki, yəni nəfs də bir, elə nəfslə İmam Sadiq əleyhissalatu vesselam deyir, elə mübarizə aparın ki, sanki sizdən bir şeyi qəsb edib alıb, belə deyir, ağlınızı alıb. Nəfs neyinir? İnsanın ağlını. Ağlınızı ondan geri almış olursunuz, o cür onunla mübarizə aparın. Elə oturub, elə rahatlıqla yox ha, daha çox cəhd edin ki, ondan mübarizə apara biləsiniz. Həzrət buyurur ki, Allah Teala sizin nəfsinizin hakimi təyin edin. Və sizə nəfsi necə islah etmək lazımdır, onun yollarını öyrədin. Baxın, insan əgər özünü islah edə bilməsə, yəni insanın canında və qanında olmasa, mümkünsüzdür. Nə qədər hədis deyilə, Quran oxunurlar, xeyri yoxdur. Çünki görürsünüz, bir xəstə narahatçılıq olanda bir savadlı bir mütəxəssisin həkimin yanına getsə, həkim ona ola bilsin bahalı həkim, belə deyək də, savadlı həkimdir, təhsili yüksək səviyyədədir və ya dərman preparatını, daha güclü dərman preparatını yaza bilər. Amma xəstə o həkimin dediyini əməl eləməsə, yəni o nəyi yemək olar, nəyi yemək olmaz, hansı dərmanı, hansı vaxtı içmək lazımdır, hansı vaxtı içməməlisən. Yəni bu şeylərə, yəni xəstə özü birinci diqqət eləməsə, həkimin savadlı olmağı və o dərman preparatının heç bir faydası yoxdur. Yəni burada da nə qədər o nəfs haqqında və ya günah haqqında hədislər, Quran ayələri oxusaq, insan özünü müalicə edə bilməsə, onları tərtib edə bilməsə, onların insana heç bir faydası yoxdur. O da imam buyurur ki, Allah sizin nəfsinizin hakimi təyin edib. Allah təyin edib. Yəni ağıl verib sənə, nəfsi hakim olasan. Və onun yollarını sizə göstərib ki, necə özünüzü müalicə etməlisiniz, hansı şeylərdən çəkinməlisiniz, kimlərin sözünə qulaq asmalısınız, bir günahkarın sözünə qulaq asmalısan, yoxsa bir mütədəyyin müminin, bir alimin və ya peyğəmbərin kəlamına qulaq asmalısan, Allahın kəlamına qulaq asmalısan və ya cahil bir insanların sözlərinə. Odur ən böyük, yəni üsul budur ki, İmam Cəfər Sadiq möminlərə xitab edir ki, ey möminlər, Allah sizi özünüzün həkimi təyin edib və onunla elə mübarizə aparın ki, sanki düşməninizlə mübarizə aparmış gibi.